19. İndi heç olmasa evə qayıtmağa qorxmurdum. Çünki özümü Jenny ilə təbii davranmağa məcbur eləməyə lüzum qalmamışdı. Yenə aramızda hər şey əvvəlki kimi açıq, nəyimiz vardısa ortağı idi. Hətta birgə həyatımızın qalan günlərini də birlikdə sayırdıq. Müzakirə ediləsi məsələlərimiz çox idi. Və bunların əksəriyyəti elə məsələlər idi ki, 24 yaşlı sevgililər, lap ər-arvad olsalar belə, adətən onlara toxunmurlar. Güman eləyirəm ki, sən güclü olacaqsın, əsl hokkeyçi kimi, Jenny dedi. Olacağam, cavab verdim. Özüm isə fikirləşirdim ki, görəsən həmişə və hər şeyi gözəl başa düşən Jenny, bu əsl hokkeyçinin içində baş qaldırmış qorxu hissindən xəbərdardımı? Filin xətrinə, o sözünə davam etdi. Onun üçün hamıdan ağır olacaq. Sən heç olmasa dul qalacaqsan. Şən dul kişi olacaqsan. Mən şən olmayacam. Tələsik onun sözünü kəsdim. Olacaqsan, lənət şeytana. Mən istəyirəm ki, sən şən olasan. Okey? Okey. Jenny sakitləşdi. Bu, təxminən bir ay sonra baş verdi. Yenicə şam etmişdik. Yeməyi hələ də Jenny özü hazırlayırdı. Çox təkidlərdən sonra mənə qab-qacağı yığışdırmağa icazə vermişdi. Doğrudur, hər dəfə deyinirdi ki, bu kişi işi deyil. Mən qabları yığır, Jenny royalda Chopin'i çalırdı. Birdən prelüdün ortasında musiqi kəsildi. Mən dərhal qonaq otağına keçdim. Jenny royalın arxasında sakitcə oturmuşdu. Hər şey qaydasındadır, Jen? Əlbəttə, mən nisbətən qaydasındadır soruşmaq istəyirdim. Jenny suala sualla cavab verdi. Taksiyə pulun çatar? Narahat olma, çatar, cavab verdim. Hara getmək istəyirsən? Məsələn, xəstəxanaya. Tələsik yırğışda başa düşürdüm ki, bu hər şeyin sonudur. Jenny evimizi tərk edəcək və bir də daha geri dönməyəcək. Mən xəstəxanada ona lazım olacaq şeyləri çantaya yığırdım, amma fikrim Jenny'nin yanında qalmışdı. Görəsən indi o nə haqda fikirləşir? Evimizi sonuncu dəfə nəzərdən keçirir, nəyi isə həmişəlik yadda saxlamaq istəyir. Nəyi? Heç nəyi. Jenny əvvəlki yerində oturub gözlərini boşluğa zilləmişdi. Ey! Onu xəyaldan ayırdım. Özünlə götürmək istədiyin xüsusi bir şey var? Nə? Jenny dağınıq fikrini cəmləşdirməyə çalışdı. Başı ilə yox işarəsi verdi. Amma bir qədər düşündükdən sonra hə, dedi. Səni. Taksi tutmaq çətin idi. Hərə bir yerə tələsirdi. Həm də Broadway'də teatr tamaşalarının başlanan vaxtı idi. Binamızın qabağında dayanan qapıçı ağlını itirmiş hokkey hakimi kimi aramsız fit çalır, var gücü ilə əl-qolunu yelləyirdi. Jenny mənə söykənib gözləyirdi. Mənsə bircə onu arzu eləyirdim ki, taksi tapılmasın. Biz beləcə bir-birimizə söykənib dayanaq. Amma nəhayət taksi tapıldı. Bəxtimizdən sürücü çox şən bir kişi çıxdı. Mount Sinai Hospital adını eşidən, ora tez çatdırsa 2 qat pulunu alacağı barədə məlumatlandırılan kimi yerindən götürüldü və yolda bir yığın söz danışdı. Mount Sinai Hospital, New Yorkda yerləşən Amerikanın ən qədim və böyük tibb mərkəzlərindən biri. Heç narahat olmayın uşaqlar. Siz təcrübəli əllərə düşmüsünüz. Biz Hacı Leyləklə uzun illərdir şərikli bu işlə məşğuluq. Arxa oturacaqda Jenny mənə sığınmışdı. Mən onun saçlarını öpürdüm. İlkinizdir, şən sürücü soruşdu. Jenny mənim bu çox danışan sürücünü əzişdirməyə hazır olduğumu görüb qulağıma pıçıldadı. Lazım deyil, Oliver. Görürsən, o bizə yaxşılıq eləmək istəyir. Bəli, sir, cavab verməyə məcbur oldum. İlkimizdir və arvadım özünü o qədər də yaxşı hiss eləmir. Odur ki, bir-iki dəfə qırmızı işığa da məhəl qoymasanız köməyimizə yetər. O bizi xəstəxanaya küləkdən tez çatdırdı. Sürücü doğrudan da axıra qədər özünü çox yaxşı apardı. Yerindən sıçrayıb
bizim üçün qapını açdı, düşməyimizə kömək elədi. Yola düşməzdən əvvəl bizə xoşbəxtlik və uğur arzuladı. Jenny ona təşəkkür elədi. Jenny'nin dizləri əsirdi və mən onu qucağıma alıb xəstəxananın qapısından keçirmək istədim. Jenny etiraz elədi. Bu qapıdan yox, Preppi. Biz xırda addımlarla foyeyə daxil olduq və qəbul otağında üzücü qeydiyyat mərhələsindən keçdik. Sizin hər hansı növ tibbi sığortanız varmı? Yoxdur. Belə boş-boş şeylər haqqında düşünməyə vaxtımız harda idi? Bizim başımız təzə evimizə qab-qacaq almağa qarışmışdı. Əlbəttə, burada Jenny'nin gəlişini gözləyirdilər. Hər şey əvvəlcədən bəlli idi və Bernard Ackerman dərhal yeni xəstəni nəzarətə götürdü. Jenny dediyi kimi, Ackerman əla oğlanı idi. Nə olsun ki, Yale'də oxumuşdu. Leykositlər və trombositlər, onun müalicəsi budur. Doktor Ackerman mənə dedi. İndi ona ən çox lazım olan bu qan hüceyrələridir. Antimetabolistlərdən Jenny tamamilə imtina edir. Adam dilində izah edə bilərsinizmi, doktor, soruşdu. Bu kimyəvi dərman preparatları hüceyrələrin dağılması prosesini zəiflədir. O izah etdi. Amma Jenny bilir ki, onların yan təsirlərinin olması mümkündür. Qulaq asın, doktor. Yəqin ki, mənim bu moizəmə həkimin ehtiyacı yox idi. Ancaq yenə də dedim, burada söz sahibi Jenny'dir. O necə istəyirsə elə də edin. Bircə mümkün qədər ona çalışın ki, ağrı hiss eləməz. Buna əmin ola bilərsiniz, o cavab verdi. Qiymətinin mənim üçün əhəmiyyəti yoxdur, doktor. Mənə elə gəldi ki, səsimi qaldırdım. Bu bir neçə həftə, hətta bir neçə ay ilə çəkə bilər. O dedi. Pul barədə fikirləşməyin. Kəskin şəkildə sözünü kəsdim. Ackerman sözlərimə dözümlə yanaşırdı. Axı mən az qala onun üstünə qışqırırdım. Mən sadəcə istədim biləsiniz ki, həkim sakit tərzdə izah elədi. Onun nə qədər az ya çox yaşayacağı məlum deyil. Unutmayın, doktor, artıq mən Ackermana əmr edirdim. Bunu unutmayın. İstəyirəm ki, ona ən yaxşı şərait yaradılsın. Ayrıca otaq, ayrıca xidmətçilər, hər şey, hamısı olsun. Pulunu verəcəyəm. Pulunu